tələbəçiliyə başlayan ilk yazdığım hədisdir. İlk yazdığım hədis dəftərimin başında budur. Mutu qablən təmutu, ölməmişdən qabaq ölün. Ölməmişdən qabaq ölmək də nə deməkdir? Yəni o mənada ki, hazır idi öz hesaba, kitaba, mizana, dəftərə və s. Əlləsam öz sözü var idi, elə yaşı kitab oxuya biləsən, diqqətli ol da. Xülasə, belə bir elmdən də istəyirsə bir insan bir bəhrə əldə eləsin, bunun yolu təkcə dərsdən keçmir. Dərs vacibdir, lazımdır, kitab oxumalıyıq. Amma kitab son deyil, özü bir dənə nədir? Müqəddimədir. Özü bir dənə o irs qapısını açan vəsilədir, vasitədir. İnsan mutu qəblə ən təmutu olandan sonra, o mənada öləndən sonra, özünə hesab kitab eləyəndən sonra, Əlləslam deyir, kuntu bəvvaban əla qəlbi, qəlb evimin qapısının ağzında qapıçıdır, yandım, biganələri buraxmadım. Əgər insan da bu cürünə qəlb evini qorursa, onun da qəlbində o Əmirül-Möminindən, o Peyğəmbərdən o qeybi məlumatlar ki var, süzülər onun qəlbinə və görərsən ki, bir-iki kəlmə ilə elə bir mövzular açılar ki, əslində kök hara gedir, çıxır, hələ həmən mövzulara yetişir.